Deməli, pulsuz kişini neyniyirəm kommentinə mənim çəkdiyim videoma bir hörmətli izləyicimiz belə bir komment yazıb. Pullu kişilər xanımı neyniyir? Onlara xanım lazım deyirsə, deməli o sırada onlara ya kişi lazımdır, ya da həyatlarında xanım yoxdur. Gülünç. İndi hər bir şeyi nöqtəsinə, vergülünə qədər izah edəcəm. İlk öncə pullu kişi dedikdə nə başa düşülür? Pullu kişi dedikdə əsasən, yəni çox hallarda deyirəm, yəni az halları nəzərdə tutmuram. Yaşı hardasa, deyək ki, 30-35-in üzərində bir adam nəzərdə tutulur, daha çox hallarda. Bu gənc adam da ola bilər. İlk öncə bunu nəzərə almaq lazımdır. Və böyük ehtimal ki, artıq öz ailə həyatı var. Bunlar da öz növbəsində iki yerə bölünür. Yəni, öz ailə həyatı olub da o pulu haram yollardan qazanan, yəni miras yedi sayəsində o vəziyyətə gələn, yəni sadəcə ona miras qalıb deyə fəaliyyəti davam elətdirən, yəni belə tip kişilər adətən pul vasitəsilə qadını istismar edir. Yəni qadınlar onun əlində 2 günlük, 3 günlükdür. Yəni ilk baxışdan özünü göstərir ki, yəni necə səxavətlidir, necə pul xərcləyir, amma burada məqsəd qadını yatağa qədər sürükləməkdir. Başqa bir şey deyil. Ən uzaq başı da əlinin altında ehtiyat halda saxlamaqdır. Amma öz zəhməti ilə qazanan, müəyyən bir yerlərə yüksəlmiş, pulun qədrini bilən, pulu hara xərcləmək lazımdır, onu bilən, pulu faydalı yerlərə xərcləyən insanın çox vaxt ya uyğun qadını tapmır, ya da ki bir qadını olur ki, hansı ki ona tam şəkildə bağlı olur, onu çox sevir, qadın da onu çox sevir, yəni onlar seçimlərini düzgün edirlər. Belə qadın isə ümumiyyətlə başqa qadınlara heç vaxt baxmaz, başqa qadınlara da pul xərcləməz. Yəni bunun mənasız olduğunu bilir. Hətta öz sevdiyi insana pul xərcləməyi belə xüsusi bir məqsəd deyil, o bir yan təsirdir. Onun sevgisi nəticəsində ürəyindən gələn bir şeydir. Onun ürəyindən gəldiyinə görə pul xərcləyir. Yəni məcbur olduğuna görə pul xərcləmir. Yəni bunlar fərqli şeylərdir. O ki qaldı, yaşı 30-dan yuxarı olan xanımlar, mən birinci adını qeyd elədiyim, hansı ki pulun qədrini bilməyən pullu kişilər, yəni onlar zaten yaşı 30-dan yuxarı xanımlara çox vaxt baxmırlar. Yəni daha cavan xanımlara baxırlar ki, daha safdır, nağıllara inanır, xəyallar içərisində yaşayır, xəyallar içərisində uçur, gələcəyə dair böyük gözləntiləri var, hansı ki onları aldatmaq olar, o cümlədən onların nəsil vermə qabiliyyəti var, daha gözəldirlər. Başa düşürsünüzmü? Yəni o cür biç kişilərdə, yəni yaşı 30-dan yuxarı qadınları seçmirlər çox vaxt. Çünki bilirlər ki, onlar həyatı dərk edib, bicdilər, artıq nağıllara inanmır, üstəlik də nəsil vermə qabiliyyəti get-gedə aşağı düşür, yaş artdıqca. Yəni belə faktorlar var. Yəni bu o demək deyil ki, onlara kişi lazımdır və yaxud da həyatlarında xanım yoxdur. Yəni son nəticə olaraq onu demək istəyirəm ki, kişi xanıma əgər pul xərcləyirsə, bu o demək deyil ki, xanım kişiyə pul xərcləməməlidir. Yəni bir münasibət varsa, orada zaten balans olmalıdır. O da təbii ki, imkan daxilində. Sadəcə kişinin məsuliyyəti daha yüksək olduğuna görə, kişi münasibətlərdə daha güclü pozisiyada olduğuna görə ki, belə də olmalıdır. Yəni, zaten münasibətin əsas idarə edicisi kişidir. Daha çox məsuliyyət, istər pul xərcləmək baxımdan, istər qoruyuculuq baxımdan, istər təhlükəsizliyi təmin eləmək baxımdan kişinin üzərinə düşür. Amma bu o demək deyil ki, qadın ümumiyyətlə heç bir şey eləməməlidir. Ancaq oturub hava yeməlidir. Diqqətinizə görə minnətdaram. Sağ olun.